İndi sənə bir şey deyim. Hazırda bu videonu izləyən insanların çoxu eyni vəziyyətdədir. Kitabın qarşısında saatlarla otururlar, amma beyinləri dərsdə olmur. Çünki onları yorub bitirən şey artıq dərsin özü deyil. Onlara ən çox yoran şey gələcəklə bağlı qurduqları qorxulardır. Birdən alınmasa nə olacaq? Hamı məndən qabağa keçsə, istədiyim ixtisasa düşə bilməsəm, sonra peşman olsam kimi suallar onların beyinlərini gün ərzində 100 dəfə məşğul eləyir. Sosial şəbəkədə bir nəfər nəticəsini paylaşır, digəri neçə saat dərs oxuduğunu göstərir, biri isə artıq gedəcəyi universitet barəsində danışır. Sən isə bütün bunlara baxıb düşünürsən ki, problem məndədir. Amma yox, hazırda minlərlə insan eyni təzyiq içində yaşayır. Sadəcə hər kəs bunu göstərmir. Gecə yata bilməyənlər var, imtahan sözü gələndə ürəyə sıxılanlar var, sınaq nəticəsini valideynlərindən gizlədənlər var, hətta gələcəyi barədə düşünməkdən yorulub artıq heç nə etmək istəməyən insanlar da var. Ən pisi də odur ki, bu yaşda səndən bütün həyatını müəyyən edəcək qərar verməyin gözlənilir. Sanki sən artıq hər şeyi bilməlisən, sanki hansı peşəni seçəcəyini, gələcəkdə necə həyat yaşayacağını indidən tam qərarlaşdırmalısan. Amma reallıqda insanların çoxu universitetə daxil olduqdan sonra belə nə istədiyini tam bilmir. Bu gün yüksək bal yığıb sonradan peşəsini dəyişən insanlar var. Belə insanlar var ki, vaxtilə heç istəmədiyi ixtisasa düşüb, amma sonradan özünü tamam başqa sahədə tapıb. Çünki həyat bir imtahan nəticəsindən ibarət deyil. Bir nəticə sənin bütün gələcəyini müəyyən etmir. Sadəcə problem ondadır ki, uzun illər boyunca bizə belə öyrədilib. Elə bilmişik ki, həyatın ən vacibanı imtahan günüdür. Ona görə də insan həmin an özünü həddindən artıq sıxır. Səhv etməkdən, geridə qalmaqdan, başqasının gözündən düşməkdən qorxur. Amma insan qorxu ilə düşünəndə düzgün qərar verə bilmir. Ona görə də ixtisas seçimi zamanı insanların çoxusu öz istədiyini deyil, ən təhlükəsiz görməni seçir. Sadəcə cəmiyyət nə deyəcək deyə düşünüb ona görə seçim edirlər. Pulu çoxdur, adı var, hamı onu seçir deyə qərar verirlər. Sonra isə illərlə sevmədiyi həyatı yaşayırlar. Ona görə də indi sən dayanıb özündən soruşmalısan. Mən həqiqətən nə istəyirəm? Çünki gələcəkdə hər səhər o peşə ilə oyanıb işə gedəcək olan insan sənsən. O həyatı yaşayacaq olan insan sənsən, başqaları yox. Bəzən insanlar elə düşünür ki, bir qərar bütün həyatını məhv eləyə bilər. Amma həyat o qədər də düzgət deyil. Bir şeyi də unutma. Hazırda özünü nə qədər geridə qalmış hiss etsən də, bu sənin zəif olduğun anlamına gəlmir. Sadəcə uzun müddətdir beynin təzyiq altındadır. İnsan beyninə hər gün gələcəyin təhlükədədir mesajı verəndə artıq bədəndə yorulur, diqqət azalır, həvəs ölür. Sən də elə bilirsən ki, tənbəlləşmisən. Halbuki beynin sadəcə yorulub. Ona görə də hər şeyi bir gündə həll etməyə çalışma, özünü başqaları ilə yarışa salma. Çünki sosial şəbəkədə gördüyün insanların həyatının arxa tərəfini bilmirsən. Hamının tempi fərqlidir. Kimsə daha tez uğur qazanır, kimsə daha gec. Amma gec olmaq uğursuz olmaq demək deyil. İndi bəlkə də sənə elə gəlir ki, bu yay həyatının ən ağır dönəmidir. Ola bilər, amma illər sonra geriyə baxanda anlayacaqsan ki, səni inkişaf elətdirən məhz bu çətin dövrlər olub. Çünki insan ən çox qorxduğu dövrlərdə dəyişir, ən çox sıxıldığı vaxtlarda güclənir. Sadəcə özünü tamamilə itirmə. Bir nəticəyə görə öz dəyərini ölçmə. İmtahan sənin biliyinin bir hissəsini ölçə bilər, amma sənin potensialını, xarakterini, gələcəkdə kim olacağını ölçə bilməz. Həyatda uğur qazanan insanların bir çoxu əvvəllər özünü yetərsiz hiss edir. Fərq isə ondadır ki, onlar dayanmamağı seçiblər. Ona görə indi sakitləş, telefonu bir kənara qoy, özünə real bir plan qur və az-az davam et. Çünki gələcək bir gündə qurulmur. İnsan gələcəyini bu gün verdiyi kiçik qərarlarla qurur və bəlkə də sən hazırda düşündüyündən daha yaxşı vəziyyətdəsən. Sadəcə qorxu bunu görməyinə imkan vermir. Bəli dostlar, gəldik videonun sonuna. Videonu bəyəndinizsə bəyənməyi və gələcək videolardan da xəbərdar olmaq istəyirsinizsə kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.